İbn Teymiyyə Allah ondan razı olsun deyir ki, istiğfar Allahdan bağışlanma diləmək. Ən böyük həsənətlərdən, yəni salih yaxşı əməllərdən biridir. Allahdan bağışlanma diləmək, yəni istiğfar ən böyük həsənətlərdən, yəni yaxşı əməllərdən biri hesab olunur. Kimdir öz sözündə, əməlində, halında, ruzisində, qəlbinin çevrilməsində təqsir, müqəssirlik hiss edirsə, naqislik hiss edirsə, o zaman ona vacib olan tövhid və istiğfardır. Yəni çoxlu istiğfar diləsin. Allaha yönəlsin, tövhidini təzələsin, yeniləsin. Sözündə, əməlində, həyatında, halında, ruzisində naqislik görən insan istiğfarı çoxaltsın, tövhidini artırsın. Hətta oradan da belədir, subhanallah. Bax, Allah-u Teala necə yerdə bizə ondan bağışlanmağı tələb etməyə əmr edir. Nə qədər yerdə bax, ayələr var, hədislər var ki, Allah Teala bizə əmr edir ki, Allahdan bağışlanma diləyin. Elə hədislərin birində, qudsi hədisdə nə deyir Allah-u Teala? Deyir, ey Adəm övladı, əgər sənin günahların səmaya qədər qalxsa, o qədər çox olsa və sən məndən bağışlanma diləsən, mən səni bağışlayarım, heç məhəl də qoymaram. Ey Adəm övladı, sən gecə gündüz mənə asi olursan, xata edirsən. Məndən bağışlanma dilə ki, mən səni bağışlayayım. Subhanallah. Allah Teala bizə əmr edir, buyurur ki, məndən bağışlanma dilə, mən səni bağışlayayım. Gecənin son 1/3-də Allah Teala dünya səmasını edir, mömin üçün, ona şərəf olsun deyə. Onun etirazlarını qarşılamaq üçün Allah Teala nə deyir? Nə deyir Allah Resulü Peyğəmbər sallallahu əleyhi və səlləm? Nə deyir Allah haqqında? Deyir, gecənin son 1/3-də Rəbbimiz dünya səmasını edər. Və nə söyləyər? Deyər, məndən bağışlanma diləyən varmı, onu bağışlayayım. Mənə dua edən varmı, duasına cavab verim. Məndən istəyən varmı, ona istədiyini verim. Bax, Allah-u Teala'nı görürsən, yəni məğfirət qapısı genişdir. Qalıb bizə düşən nədir? Bizə qalıb ki, Allahdan çoxlu bağışlanma diləyək. Vallahi eləsək, Allah həqiqətən bağışlayacaq. Bizə ki, ayədə Allah-u Teala buyurur, وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا. Deyir, kim bir pis əməl işləsə və ya nəfsinə zülm eləsə, sonra Allahdan bağışlanma diləsə, o zaman Allahı Gafur və Rahim tapar. Günahları bağışlayan, mərhəmətli görər. Nə zaman? Əgər bağışlanma diləsə, kim öz nəfsinə zülm eləmir ki? Kim günah eləmir? Tövbə eləsə, Allahdan bağışlanma diləsə, vallahi Allahı Gafur və Rahim görər. Tövbələri qəbul eləyən görər. Tək ki, Allahdan bağışlanma diləsin, istiğfar eləsin, tövbə eləsin. Başqa bir ayda Allah Teala nə deyir? Münafiqlər haqqında, subhanallah. Deyir ki, وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Gör, münafiqlər haqqında nə deyir Allah-u Teala? Deyir, əgər onlar o vaxt ki, öz nəfslərinə zülm etdilər, sənin yanına gəlsəydilər, Allahdan bağışlanma diləsəydilər, Allahın Rəsulu da onlar üçün bağışlanma diləsəydi, o zaman onlar Allahı Tavvab, tövbələri qəbul edən Rahim, mərhəmətli görərdilər. Münafiqlər gəlib bağışlanma diləsəydilər, ya Rab bizi bağışla, ey Allahın Rəsulu, bizim üçün Allahdan bağışlanma dilə, vallahi Allah Tavvab Rahimdir. Onları bağışlayardı, günahlardan keçərdi. Və kafirlər haqqında Allah Teala nə deyir? Əfələ yətubunə ilallahi və yəstəğfirunehu vallahu gafurur rahim. Onlar Allaha tövbə etməyəcəklərmi? Allahdan bağışlanma diləməyəcəklərmi? Allah gafurdur, rahimdir. Müşrikləri belə Allah Teala tövbə etməyə çağırır. Nə vaxt tövbə edəcəksiniz? Nə vaxt Allahdan bağışlanma diləyəcəksiniz? Axı Allah gafurdur, rahimdir. Allah günahları bağışlayandır, mərhəmətlidir. Amma görürsən, nə qədər insanlar var, günah edir, heç vecinə də deyil. Elə bir buna adəti yoxdur. Elə bir artıq bu nə bilim, yəni cənnətlə müjdələnib, nə istəsə olar. Nə etsə olar, icazəlidir, problem yoxdur. Xeyr, elə deyil, vallahi əsla elə deyil. Allah Teala cənnəti möminlər üçün yaratdığı kimi, cəhənnəmi kimlər üçün yaradıb? Asi bəndələr üçün. Allah itaat əhli üçün cənnəti, asilər üçün cəhənnəmi yaradıb. Deməli, günahkar insana cəhənnəm odu toxunacaq, toxuna bilər. Heç nə arxain olmaq lazım deyil. Vallahi insan heç nə arxain olmasın. Heç bir əməlinin arxain olmasın. Həsən Əl-Basri'nin qəşəng bir sözü var. Deyir ki, mümin insan yaxşılıqla qorxunu özündə cəm eləyər. Amma münafiq insan
günah işləməklə əminliyi, arxayınçılığı cəm eləyər. Nə deməkdir? Mömin insan yaxşı əməl sahibidir, salih əməllər işləyir. Lakin bunu qorxur ki, birdən Allah məndən qəbul eləməz. Lakin münafiq insan günah üzərinə, asiliklər və rahatdır. Allah keçəcək, bağışlayacaq, rəhm edəcək. Arxayındır, əmindir Allahın əzabından. Subhanallah. Yəni, vallahi bu özü bir müsibət, bir bəladır. Nə qədər insanlar var, görürsən də, günah edir ki, Allah keçəcəkdir, bağışlayandır, rəhmlidir. Qardaş, bu nə qədər insan ağılda naqis ola bu sözləri deyər. Bəs bu qədər cəhənnəm ayələri kimlər haqqındadır, qardaşım? Məgər asi insanlar haqqında deyil. İman əhlindən belə cəhənnəmə düşənlər olacaq, qardaşım. İman əhlindən niyə? Günahlarına görə, tövbə etmədiyinə görə, qul haqlarına görə və s. Mömin insan gərək qorxsun. Ona görə Abdullah ibn Əbi Muleykə rahiməhullah qəşəng bir söz var. Deyir ki, mən 30-dan çox sahabə gördüm. Hər biri nifaqdan qorxardılar. Öz nəfsləri üçün nifaqdan qorxardılar. Subhanallah. O sahabələr ki, Allah-u Teala kitabını neçə yerdə onları təmizə çıxardı. Onları tərifləyib, onlardan razı qaldığını, onların da Allahdan razı qaldığını bildirib. Bununla yanaşı onlar öz nəfslərindən nifaqdan qorxardılar, küzlükdən qorxardılar. Arxayın deyildi ki, mənim haqqımda ayələr nazil olub bizim haqqımızda. Allah bizdən razıdır, bizə cənnəti vəd edib. Bundan sonra nə etsəm də problem yoxdur. Bunu söyləmirdilər, subhanallah. İbn Ömər, Abdullah ibn Ömər, Allah ondan razı olsun, deyir ki, əgər bilsəm ki, bir səcdəm qəbuldur, bu mənim üçün dünya və içindəkilərdən xeyirlidir. Kişi, bunu kim deyir? Abdullah ibn Ömər. Sahabələr içərisində alim olan sahabələrdən biridir. Çox hörmətli, şərəfli birisi idi. Alim bir sahabə idi. Yəni, bütün sahabələr alim olmayıblar. Bu alim birisi, bunun mindən çox hədis rəvayət edir. Təsəvvür et, qardaş. O qədər həris idi sünnəni tətbiq eləmək, yaşamağa. Deyir, bilsəm ki, bir səcdəm qəbul olub, o mənim üçün dünya və içindəkilərdən xeyirlidir. Atası Ömər ibn Xattab, Allah ondan razı olsun. Deyir, ey Huzeyfə, Peyğəmbər sallallahu aleyhi və səlləm sənə münafiqlərin adını çəkəndə, mənim adımı çəkib, təsəvvür et, subhan, gör, bunu kimdir, qardaş? Bir hədisdə cənnətlə müjdələnmiş 10 kişidən birisidir, subhanallah. Cənnət əhlidir, qardaş, biz buna iman gətirmişik. Və deyirik ki, bəli, Ömər ibn Xattab cənnət əhlidir. Ümumi olaraq Quran ayəsi ilə və xüsusi olaraq da Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü ilə. Bununla yanaşı deyir, qorxurdu, fikir verir. Deyirdi ki, Allah Rəsulü münafiqlərin adını çəkəndə mənim adımı çəkib, heç o öz nəfslərini təmizə çıxartmazdılar. Arxayın olmazdılar. Bilirsən də, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədəki münafiqlərin adını Hüzeyfəyə demişdi, sirdaşıydı. O da gizlin saxta ölən qədər heç kəsin adını vermir. Gör, subhanallah, sahabələrdə olan, yəni, qorxuya bax, əməllə yanaşı, subhanallah, salih əməllə yanaşı, qorxardılar ki, birdən Allah bizdən bu əməlləri qəbul eləməz. Amma bugün nə qədər insanlar var ki, vallahi, nəinki salih əməl, kişi. Salih əməldən dala qalıblar. Günahların içində batır, vecinə deyil aləm. Dünya aləm vecinə deyil. Elə yaşayır ki, elə bir belə də olmalıdır, qardaş. Tövbə etmək yadına düşməz, Allaha ibadət eləmək yadına düşməz, Allahdan qorxmaq yadına düşməz, asilikdən çəkinmək heç yadına düşməz. Günah edir, vecinə deyil. Rahat bir şəkildə. Allah qorusun bu haldan. Gör, insanın qəflətdə olmasına bax, halına bax. Necə bir qafil insandır. Necə qafil bir insandır. Allahı unudub, Allah da ona öz nəfsinə xeyirli və zərərli olan şeylər onu unutturub. Bax, belə bir insanlar var. Necə ki, Həşr surəsi 6 nə deyir onlar haqqında? Deyir ki, iman gətirəndə Allahdan qorxun. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهِ فَأَنْسَهُمْ أَنْفُسَهُمْ اُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. Deyir, Allahdan qorxun, Allahı unudub, Allahın da onları öz nəfslərini unutturduğu kəslər kimi olmayın. Onlar fasik kimsələrdir. Nə deməkdir? Öz nəfslərinə unutturduqları. Yəni, Allah Teala onlara nəfslərdən nə xeyirlidirsə və nə zərərlidirsə onları unutturub. Nədir insanın nəfsinə xeyirli olan? İtaətlər və bunun yaxşı aqibəti olan cənnət nemətlər, düzdürmü? Nədir zərərli olan şeylər? Asiliklər və bunun pis aqibəti olan cəhənnəm odur. Bunu unutturur insana. O insana ki, Allahı unudub, Allah ona da bunu unutturur. Allah tanımırsa, Allah unudubsa, Allah ibadət eləmirsə, qardaş, Allah Teala onu özündən uzaqlaşdırıb. Onun nəfsinə xeyirli, zərərli olan şeylər unutturub. Bilmir nəyin dalınca geçsin. Səmərəsiz bir həyat yaşayır. Qəflətdə olduğuna görə, Allah unutduğuna görə. Allah bu haldan qorusun.
Ona görə hər bir insan gərək qardaş mütəmadi olaraq öz nəfsinə hesaba çəksin. Ya Rab, məni bağışla, mənə yardım et, məni müvəffəq et, müqəssirəm, məni düzəlt, acizəm, zəifəm, məni qüvvətləndir. Daima bu duaları eləmək lazım, insan özündə gərək bu duaları eləsin. Özünə arxayın olmasın. 5 vaxt namaz qılıram, nə bilim, vaxtaşarı məclisə gedirəm, vaxtaşarı dərslərə gedirəm, dinləyirəm. Vallahi arxayınlaşmaq lazım deyil, hər hansı bir salih əməllərlə. Mömin insan salih əməlləri həmişə arxada görər, önündə ancaq günahlar olar. Önündə günahlarımızı görsək, həmişə tövbəyə tələsəcəyik. Amma insan önündə ancaq salih əməllərini görsə, arxayınlaşacaq. Maşallah, bax, nə qədər salih əməllərim var, gözünün önündədir. Namazlarım, oruclarım, ibadətlərim, dərslərim, nafilələrim, həcc, ümrə və s. və ilaxır. Arxayınlaşır. Amma aqil insan həmişə gözünün önündə yalnız günahlarını gətirir. Salih əməllərə belə baxmaz. Filan əməllərim var. Niyə? Arxayınçılıq gəlməsin deyə. İtaat üzərində daim olsun deyə, həmişə tövbə üzərində olsun deyə, həmişə gözünün önündə hansı əməlləridir? Günahları.